Formalaşdırdığı bacarıqlar da məntiqi bacarıqdır, sonra tənqidi təfəkkürdür, məntiqi təfəkkürdür, problem həll etmədir, oxuyub anlamadır, dinləmədir, sonra dinlədiklərimizi anlamadır, yaradıcı təfəkkürdür. Formalaşdığı bacarıqlar bunlar. İnsight metodu necə keçirilir? İnsight metodu bu da mütaliə bacarığıdır. Mən burada daha çox belə deyim, yazmaq Səmərəli mütaliə adlandırılır, interaktiv. Səmərəli mütaliə də adlanır. Hansısa bir əsər haqqında belə deyək də, neysə əgər biliriksə, buna qalçıqa qoyulur. Daha sonra əgər nəsə düz deyilsə, onun qarşısında minus qoyulur. Əgər bu haqda başa düşə bilməmişiksə heç nəyi, sual işarəsi qoyulur. Bir də yeni öyrənmişiksə, plus işarəsi qoyulur. Əladır. Həm də burada deyirik ki, bu işarələr sistemi də adlandıra bilər. Bəli, simvollar sistemi, işarələr sistemi adlanır. Deməli, iş üsulu idi ki, deyildi ki, söz analizi aparmaq üçün istifadə təlimi. Fryer modeli necə keçirilir? Fryer modelində sözü o da daha çox belə deyim, dörducaqlığın içərisində qayda qoyulur və həmin o qaydaya, misal üçün isim nədir, bu haqda onun qaydası qoyulur. Daha sonra əlavə olaraq yenə dörd bucaqlı şəklində hər tərəfində 4 dənə ona aid xüsusiyyətlər, nümunələr və qeyri-nümunələr də qoyulur. Bəli, bu aslında sözü daha çox qeyri-nümunələrdir Fryer modelində. Çünki nümunə bir də digər üsul var idi, mən yadımdan çıxdı. Onda da var idi, onları fərqləndirmək üçün qeyri-nümunələr deyildik, Frayerdə qeyri-nümunələr var. Bəli. Deməli, hansı üsuldur ki, deyirəm ki, müəllim həm sual verən, həm də cavablandıran şagirdlərin mövzu ilə bağlı biliklərini müəyyənləşdirə bilir? Sokrat dialoqunu deyirsiniz mənlə? Müəllim deyir, həm sual verən şagirdin, həm də sualı cavablandıran şagirdin mövzu ilə əlaqədar hansı biliyə malik olduğunu, məsəl üçün, müəyyənləşdirə bilmiş olur. Başqa açar sözdə demədiniz, yadıma düşmədi. Bunu biz bütün siniflə də təşkil edə bilər, yəni kollektiv iş formasında aparıla bilər. Məsəl üçün, bəli, xeyir cavabları ilə götürülür. Bəli, xeyr. Bildim, iş üsulu bizə deyil, yadıma düşdüm. Mən kiməm? Bəli, mən kiməm üsulundan söhbət. Hansı üsulun araşdırılması içində də bundan istifadə olunur? Hansı üsuldur ki, biz burada deyirik ki, bu üsul suallar texnikasıdır? Suallar texnikasıdır. Sokrat dialoqu, çünki orada sual verilir və sualdan yeni sual yaranır. Aslında daha çox sual olur. Suallar texnikası adlandırırıq biz bunu. Bu 4N1 KH ilə 3N1-in müqayisəsini deyirsiniz mənlə? 4N1 KH. Deyirdik ki, kriminalogiyalarda, jurnalistikada edilən üsul hansıydı? 4N1 KH və yaxud da Kipling metodu da deyilir buna. Bu beyin Kipling tərəfindən yaradıldığına görə onun adıyla əlaqəli olaraq Kipling metodu. Siz üçün qeydiyyat aparın ki, suallar texnikası 4N1 KH. Siz üçün qeydiyyat ünsiyyət texnikası dedikdə bəs? Ünsiyyət texnikası dedikdə qızıl dairədir, mütaliə bacarıqları insightdir, müzakirə texnikası da Sokrat dialoqudur. Sokrat dialoqu necə keçirilir? Sokrat dialoqunda sual verilir, sualdan alınan cavab, sonra o cavabdan yenidən də bir də sual çıxarılması üsuludur. Bunlarla davam edə bilər bu da. Düşüncüləş bölüş necə keçirilir? Düşüncüləş bölüş bu da bütün həm fərdi, həm cütlərlə, həm qrup, həm də kollektiv şəkildə keçirə bilər müəllimə. Və bunda 2 dənə həm sinif küncləri, həm də qartopu üsullarda özü yerləşə bilir bunda. Qartopu bunda da əvvəlcə balaca olur, sonra böyüyə gedir. Belə deyək, fərdi şəkildə 1 nəfər, sonra 2 nəfər, sonra o 2 nəfər 4 nəfər, sonra 8 nəfər olur və 16 nəfərə qədər işləmək olar. 16-dan çox olduqda işləmək çətinlik törədir. Həyat bilgisi, Azərbaycan dili, sonra tarix fənlərində istifadə eləmək olar bunlar. Bəs digər üsulumuz, akvarium üsulu necə keçirilir?
Akvarium üsulu da bu da iki grup olur bunda. Büyük grup bir de küçük grup. Küçük grup daxili dairəni, böyük qrupda xarici dairəni təşkil edir. Daxili dairədə 4-5 nəfər olur və onlar müzakirə aparırlar. Xarici dairədə isə onlara nəzarət edirlər. Onların səhvlərini müzakirə edirlər ki, sonra onlar yerlərini dəyişdikdə xarici dairədəki şagirdlər, daxili dairədəki şagirdlərin səhvlərini eləməsinlər. Belə bir nəzərdə var. Bir gedək ümumilikdə bir də sual-cavab edəyə başlayaq. Deyirəm ki, deməli, hadisə və hər hansı bir hadisələr arasında oxşar fərqli cəhətləri müəyyənləşdirməyə xidmət edir. Bu Venn diaqramıdır. Şəxsi konseptual anlayışın hansı iş üsulu yoxdur? Şəxsi konseptual müzakirə xəritəsi. Hansı iş usuludur? Şagirdlərdə maraqlarını ölçür? Beyin həmləsi. İş usuludur, şagirddə ölçür deyirəm. Maraqları ölçür BİBÖ. Bir də Aktivasiya ünvanı güclən BİBÖ, bir də 3-2-1. hansı iş usuludur? Burada iki iş usulundan söhbət edir ki, yoldaş qiymətləndirməsi var. Karusel, bir də bugünkü işimizin içərisində Akvarium. akvarium. Hansı iş usuludur ki, deyir ki, layihələrin hazırlanmasında da istifadə oluna bilər? Layihələrin hazırlanmasında. Bu il keçdiyi olardı. Dördün bir də 3-in. Bəli, 3-in qızıl dairədə deyə bilərik. Hansı üsuldur ki, iri həcmli mətnlərin qısa zamanda öyrənilməsinə xidmət edir? Daha sonra hansı üsuldur ki, deməli, fikrin qısa lakonik ifadəsi var burada? Burada həm sinqveyin üsuludur, həm də klaster üsuludur. Fərqli cəhətləri odur ki, klasterdə oxumaq yoxdur, yəni yazaraq başlayırıq. Amma sinqveyində oxuyuruq, oxuduqdan sonra başlayırıq. Hansı üsuldur ki, burada deyirəm ki, argumentlərlə iş var? Bu argumentlərlə iş debatdan. Əlaçı. Daha sonra debat hansı iş usulu ilə keçirir, iş forması ilə keçirilir? Debat qruplarla. Əgər, məsəl üçün, hazırlıqlı debat olarsa, məsəl üçün, iki hissəyə bölünür, məsəl rəsmi, bu cütlərlə də təşkil etmək olar, qruplarla təşkil olunmuş olur. Problemin səmərəli həll yolu hansındaydı? Hansı idi ki, deyirik ki, problemin optimal həll yolu var? Müxtəlif cinsi elementlərin problemin optimal həll yolu sinektikadadır. Düşünmənin optimal həll yolu BİBÖ-dədir, səhv eləmirəmsə. Evet, çox sağ olun. Vəziyyətin ölçülməsi var, o da deyəsən bir dəqiqənin o çıxdı. Vəziyyətin qiymətləndirilməsi də əşya və hadisələrə müxtəlif. Onun adı üzrə deyəm, həmişə yadımdan çıxır. Çox sağ olun, Dilbər müəllimə. Oldu mənim sizə, sağ olun. Nəzakət müəllimə, buyurun. Dilbər müəllimə necə qoşulmayıb dərsə, xəbəriniz yoxdur ki, deyəsən siz iş yoldaşı. Daha sonra nəzakət müəllimə, buyurun, zəhmət olmasa. Bəli, mənim axşamınız xeyir. Vaxtınız xeyir olsun. Nəzakət müəllimə, qızıl dairə haqqında danışın. Qızıl dairə daha çox problemi həll etmə, dinləyə və anlama üsuludur. Burada nə, niyə, necə olur üçün. Burada məntiqi təfəkkür, problem həll etmə, oxuyub anlama təfəkkürlər inkişaf edir. Deməli, hər hansısa bir deyir ki, problem həll edərkən, məsəl üçün, hər hansı bir nəyisə yaradıcı yanaşarkən, məsəl üçün, mən bunu hazırlayıram, niyə, nə cür? Daha bir də layihələrin hazırlanmasında istifadə olunur bu işdən. Daha sonra Fryer modeli necə aparılırdı, texnikanı? Reynalarda elə bir 4 bucaqlı şəklində olur. Siz Fryer'də da 4 saçmadır. Burada daha çox söz ehtiyatı, sözlər yığını olur. Sonra elə bir ki, orta hissədə bir isim yazılır. İsimin tutaq ki, xüsusiyyətləri kənarlarda yazılır. Bəli, məsəl üçün, isim yazırıq, isimə aid nümunələr, qeyri-nümunələr, isimə aid olan, məsəl üçün, qaydanı, tərifi qeyd etmiş oluruq. Yəni, deyir, söz analizi, söz təhlili aparmaqdan söhbət gedir. Hansı iş usuludur deyirəm ki, deməli, mütaliə bacarıqlarını inkişaf etdirir, interaktiv qeyd etmə sistemidir. Bu insertdir, işarələr sistemidir, qeyd etmə sistemidir və elə bil ki, mətn oxunur, kənarlarında bildiyini, müəmmalı qaldığı və yeni məlumat və qaranlıq qalan məqamları qeyd edirik. Qartopu texnikası necə aparılır?
Qartopu daha çox elə bir-birinə müxtəlif konsepsiyalar olur. Bu qrup şəklində də olur. Birinci bir nəfər olur, sonra birləşir 2 nəfər birləşir 4 nəfər, 4 də birləşir, sonunda 8 nəfər olur. Bəli. Düşün cütlə paylaş texnikası da istifadə olunur burada elə. Aha, ünsiyyət texnikası. Daha çox bir də həyat bilgisi Azərbaycan dil dərslərində olur. Ünsiyyət texnikası hansı idi? Ünsiyyət texnikası mən kiməm? Yox, ünsiyyət texnikası. Ünsiyyət texnikası. Bunu biz ünsiyyət texnikası da adlandıra bilirdik. Dinləyib anlamadır, oxuyub anlamadır, yaradıcı təfəkkürdür, məntiqi təfəkkürdür, inkişaf etmiş olur. Yadıma düşmədi. Ünsiyyət texnikası qızıl dairədir. Bax, qeyd edin də. Hə, qızıl dairə. Sokrat dialoqu necədir? Suallar texnikasıdır, yoxsa müzakirə texnikası? Müzakirə. Bəli, Sokrat müzakirə. dialoqu, müzakirə texnikası. Suallar texnikası da 4-1 KH-dır. Ayalat. Burada da yeni tənqidi yaradıcı problem həll etmədir. Aha. Daha sonra mənə deyin görüm, akvarium üsulu necə keçirilir? Akvariumda sulu elə bir 2 dairə formasında bir xarici dairə olur, bir də daxili dairə. Daxili dairədə 4-5 nəfər olur, xarici dairədə böyük bir neçə nəfər olur, 8 nəfərə yaxın. Aha, necə olur? Elə bir-birinin fikirlərini müzakirə eləyir. Xarici dairə daxili dairəni izləyir, onlar haqqında əməkdaşlığı necədir, ünsiyyəti necədir, sonunda müzakirə aparılır. Aha, bəli, burada yoldaş qiymətləndirməsi də həyata keçirilmiş olur. Daha sonrası üsuldur ki, deyirəm ki, deməli, şəxsi konseptual anlayışı yoxulur. Şəxsi konseptual anlayışı yoxlayır. Spektrli sualların verilməsində də istifadə oluna bilərdi bu üsulda. 4-1 KH. Yox, şəxsi konseptual anlayış deyil. Geniş Mən kiməm? müzakirə xəritəsi. Müzakirə xəritəsi. Hə, konseptual müzakirə. Orada qarşılıqlı münasibət də var. Aha. Daha sonra mənkimin üsulu necə keçirilir? Texnikanı deyək. Bayaqdan demə kirmisən, mən kiməm. Şagirdin alnına elə bir ki, mən kiməm yapışdırır. Bu deyil, mən şairəm, mən rəssamam, onun haqqında elə bir bəli, xeyir kimi cavabları olur. Bəli. Bax, deyirəm ki, bu üsulun məqsədi hər hansısa bir problemi həll etmək deyil, lakin şagirdləri müzakirəyə cəlb etməkdir. Şagirdlərdə müzakirə bacarıqlarını formalaşdırmaqdır. Söhbət hansı üsuldan gedəcək? Müzakirə xəritəsi ilə. Yox. Həm də deyir, burada sual verilir, cavab ünvanlanır. Sokrat dialoqu. Hə, bax, Sokrat dialoqu. Bunu müzakirə üsuluna görə deyilir ki, hər hansı bir problem qoyulur, problemin həlli üçün çalışı olmur. Sadəcə şagirdlər müzakirə etsinlər, müzakirəyə cəlb olunsunlar. Aha, burada dinləmə, bir də sual vermə bacarıqları da inkişaf edir. Aha. Hansı üsuldur ki, deyirəm, böyük həcmli mətnlərin qısa zamanda öyrənilməsinə xidmət edir? Ziqzaq üsulu. Hansı üsuldur şagirddə maraq motivasiya yaradır? Maraq motivasiya beyin həmləsi. Hansı üsul idi ki, deyilir ki, şagirdlərə sinifdə hərəkət etməyə də imkan verir. Şagirdlər Sinif gücləri. Sinif gücləri. Hansı üsul idi ki, deyirik ki, bu iki üsuldan söhbət edir. Burada yoldaş qiymətləndirməsi var. Biri akvarium idi, bir də klaster. Yox. Akvarium, bir də karusel. Karusel, bəli, klaster yox. Hansı üsuldur ki, deyirəm, ümumləşdirmə aparma, məsələyə hər tərəfli yanaşma var burada? Biber. Yox, ümumləşdirmə aparma, bax, hər hansı bir mövzu ilə əlaqədar müəllim onların müxtəlif məsəl üçün bacarıqlarını yoxlayır. Məsələn, hər hansı bir mövzu ilə bağlı faktoloji biliklərini olsun, anladıqlarını olsun, tətbiqi xarakter, yəni müxtəlif tapşırıqlar hazırlayır həmin mövzu ilə əlaqədar suallar. Beyin həmləsidir onda. Bulum kubları. Bax, qeyd edin özünüz üçün. Aparmaq, məsələyə hər tərəfli yanaşmaq, bu olacaq bulum kublar. Hansı üsul idi ki, deyirdik ki, vəziyyəti qiymətləndirməyə əsaslanır? Məsələn, bax, yağır, çətir.
müxtəlif cisim və hadisəyə müxtəlif nöqteyi nəzərdən baxılması idi. Daha sonra hansı üsuldur ki, burada problemin səmərəli həll yolu var? 3-2-1. Problemin səmərəli həll yolu var. Deyir ki, problem müəyyənləşərkən, məsəl üçün deyək ki, problemi bir qrup problemi müəyyənləşdirir. Daha sonra isə həmin problemin həlli üçün yollar təklif olunur. Məsələn, deyək ki, 3 dənə yol təklif olunur. Bu 3 yoldan hansı daha səmərəlidirsə, o əsaslanır. Qərarlar ağacı. Hərf və müsbətinə baxılır. Bəli, bu qərarlar ağacına əsaslanır. Vacib bacarıqlar seçin. Daha sonra düşünməni optimallaşdıran üsul? Bir böyüdü, o birisi də sinektika idi, optimal yolu. Daha sonra hansı üsuldur ki, deyirəm, bu üsulun mənası müxtəlif cinsli elementlərin birləşməsi deməkdir? Bu da sinektika. Bəli, sinektika. Hansı iki üsuldur ki, bu deyirik ki, yalnız fərdiş forması ilə keçirilir? Fərdiş forması ilə. Keçən dəfə demişdim ki, yazın. Yazmamışam mən onu. Bir, deməli qeyd edəcəksiniz sinq-beyindir. Məsələn, uşaq mətni oxudu, mətndə olan biliklərini qısa lakonik şəkildə məsələn ifadə edir də, nə bilim, bir dənə isim, iki sifət və s. Daha sonra bir də 3-2-1-dir, refleksiya üsuldur. Şagird özünü, məsəl üçün, refleksiya edir dərsin sonunda. Mən nə öyrəndim, məsəl üçün, mənə hansı məlumatlar dərsdə öyrəndim, hansı mənə qaranlıq qaldı, hansı maraqlı oldu. Yəni, öz fəaliyyətini refleksiya etmiş olur, qeyd edin özünüz üçün. Debat üsulu ilə keçirilə bilər? Qruplarla, komanda şəklində keçirilirdi. Bəli, qruplarla keçirilə bilir. Hansı üsuldur ki, deyirəm, burada idarə etmə, öyrətmə bacarığı var? İdarə etmə, öyrətmə. Vaxt deyirəm ki, nəzakət müəllimə kimi dərs keç. Rollu oyunda, simülyasiya rollu oyun. Oyun simülyasiyadan söhbət gedir. Belə, çox sağ olun, nəzakət müəllimə. Biz də sağ olun, müəllimə. Çıxmayın, müəllimlər dərsdən sınaq işlədəcəm sonunda. Yox, elə qulaq asırıq. Yaxşı. Daha sonra keçək xanım müəllimə. Müəllimə ilə danışdım ki, də qoşula bilməyəcəm, evdə yoxdur. Yaxşı, çox sağ olun. Deməli, kim dedim, sual cavabını. Xanım müəllimə, buyurun. Salam müəllimə. Hər vaxtınız xeyir olsun. Hər vaxtınız xeyir. Qızıl dairə haqqında danışın. Deməli, qızıl dairə. Biraz yaxşı cavab verməyə bilərəm. Burada deməli, problem həlli əsasdır. Suallar verilir, nə, niyə, necə. Sonra fikirlərin ümumiləşdirilməsi üçün bir formadır üçün. Sonra bir də şagirdlərdə hansı bacarıqlar formalaşdırır? Problem həlli, oxuyub dinləmə, yəni dinləyib anlama, sonra tənqidi, məntiqi təfəkkürün formalaşdırılması. Hansı üsuldur ki, deyirəm ki, burada interaktiv qeyd etmə, səmərəli mütaliə üsuludur. Onu biz işarələr sistemində deyə bilərik. Şagird dərsin gedişində öyrənmiş olur, deyir, materialı, mövzunu. Bəli, bu insert metodundan söhbət gedir. Daha sonra hansı üsuldur ki, söz analizi aparmaq üçün istifadə olunur, söz analizi aparmaq, təhlil etmək var? Söz analizi ayırma. Bilirdim əslində. Dördbucaq formada olur. Mərkəz hissəyə həmin hansı bir söz yazılır. Ona aid tərif. Məsələn, isimin tərifi nədir, onu yazıram. Daha sonra ona aid xüsusiyyətləri yazıram. Hallanır, cəmlənir, toplanır, nə bilim. Daha sonra nümunə yazıram. Anlayışın çıxarılması bunu deyirsiniz də, yəqin mənim. Söz analizi aparmaq, söz təhlili aparmaq üçün istifadə olunur, deyir. Yox, bilmirəm. Bir, Fryer modeli. Bu, özümüz üçün qeyd edin. Söz analizi aparmaq, söz təhlili aparmaq, bu Fryer modelinə əsaslanır. Hansı üsuldur ki, deyirəm, bir neçə mərhələdən ibarət aparılıb, bütün iş forması ilə keçirilə bilər?
Bir neçə mərhələdə bütün iş forması ilə. Həm də bax, bu üsulun içərisində düşüncütləş, bölüş, paylaş da yer ala bilir. Yəni bunu əlaq. Uşaqlar bir düşünür, sonra cütülər şəkil. Qartopu texnikası. Bəli, qartopu texnikasından söhbət gedir. Hansı üsuldur ki, deyirəm ki, bu üsula əsasən layihələrin hazırlanmasında istifadə olunur? İki üsuldur. Layihələrin hazırlanması. Başqa açar sözü var müəllimə? İkisinin fərqli-fərqlidir. Bax, bir üsulda deyirik ki, bu həm ünsiyyət texnikasıdır, digərində də suallar texnikasıdır. Suallar texnikası Kipling, ünsiyyətdə Qızıldayı. Bax, bunlar əsaslanacaq layihələrin hazırlanmasında. 4-dən bir qalış haqqında danışın. Deməli, burada suallar texnikasıdır bu. Nə, niyə, nə vaxt, kim, necə, nə bilim, harada bu kimi suallara cavab tapılır. Yəni, problemi çox şaxəli formada analiz etmək üçün, yəni analiz olunur belə bir metoddur. Analiz bacarıqlarını, tənqidi, yaradıcı düşünmə bacarıqlarını şagirdlərdə formalaşdırır. Ümumiyyətlə, araşdırmanı şagirdlərdə araşdırma bacarığını artırmaq üçün, araşdırmanı genişləndirmək üçün, səbəb-nəticə əlaqələrini başa düşmək, anlamaq üçün tətbiq olunur. Akvarium üsulu necə aparılır? Akvariumda deməli qruplar, sinif 2 qrupa bölünür. Böyük qruplar, kiçik qruplar, yəni xarici, daxili də ola bilər. Kiçik qrupda şagirdlərin sayı azalır. Onlar da içəridə deyək də belə ortada yerləşdirilir. Ona tapşırıq verilir. Böyük qrupda ətrafda düzülür və kiçik qrupun fəaliyyətinə nəzarət eləyir. Müəllim olan yerlərini dəyişdirə bilər dərsin gedişində. Bəli, məsələn, onların müzakirə zamanı hansı səhv etdiklərini ümumilikdə, yəni özləri üçün nəticə kimi də çıxara bilirlər ki, məsələn, onların elədiklərini etmirlər. Ona görə deyilir ki, burada yoldaş qiymətləndirilməsi də var. Digər, deməli, üsullardan sual cavab edin. Hansı üsul idi şagirddə maraq motivasiya yaradırdı? Deməli, motivasiya yaradan beyin həmləsi. Hansı üsul idi şagird maraqlarını ölçürdü? Ölçən BIB. Biri də? Biri də 3-2-1 refleksiya. Hansı üsulda deyirəm, iri həcmli mətnləri qısa zamanda öyrənilir? Zigzag. Bu zigzagdır. Hansı üsuldur ki, deyirəm ki, real hadisələrlə problem real həyatdan götürülür, yəni real hadisələr əsaslanır? Bir dəqiqə, insident üzərində iş. İnstinkt üzərində işdən söhbət gedir. Hansı iş üsuludur ki, burada deyirəm ki, 2 dənə üsuldan söhbət gedir. Yoldaş qiymətləndirməsi var. Klasterlə akvarium. Karusel, klaster yol, karusellə akvarium söhbət gedir. Hansı ki, burada argumentlərlə iş var deyirik? Argument debat. Problemin optimal həll yolu hansındaydı? Problemin optimal həll yolu 2 qrup olur. Bir qrup problem müəyyənləşdirir, digər qrup isə həmin qərarlar ağacı. Həll yolları. Bir dəqiqə. Problemin Sinektika. Sinektiqadan söhbət gedir. Problemin səmərəli həll yolu hansı üsuldaydı? Səmərəli qərarlar ağacıdır yəqin ki. Daha sonra. Belə. Xanım müəllimə. Sağ olun. Digər müəllimə Açarını istəyir. olsun. Buyurun. Var məndən sual cavab eləyəsiniz müəllimə. Başqa yerdəyəm, ona görə qulaq asım sonra. Əlbəttə ki, olar. Qızıl dairə haqqında danışın Aytaz. Qızıl dairə ünsiyyət texnikasıdır. Burada səmərəli təlim metodudur, ünsiyyət texnikasıdır. Burada şagirdlər məntiqi, tənqidi, yaradıcı təfəkkür, problem həll etmə, oxuyub anlama, dinləyib anlama kimi bacarıqlar inkişaf etmiş olur.
Aha, ünsiyyət texnikası dediyi qızıl dairədir. Suallar texnikası bəs biz bunu həm də Kipling modeli kimi də tanınır dünyada. 4N1K H üsulu. 4-1 haqqında danışın. 4N1KH-da suallar texnikasıdır. Deməli, burada niyə, nə vaxt, necə, kim, harada kimi suallara, yəni vəziyyəti başa düşmək üçün bu kimi suallara cavab tapılır. Əlat. Daha sonra, mən burada deyil, tənqidi təfəkkürdə də var bu üsul, yaradıcı. Yaradıcıda məsəl üçün, mən bunu niyə yaradıram, belə kimi suallar əsaslanır. Tənqidi təfəkkürdə isə, yəni oxuduğu mətnin üzərində işləmiş olur. Daha sonra vəziyyətin qiymətləndirilməsi hansı üsuldaydı? Vəziyyətin qiymətləndirilməsi deyirik ki, yağış yağır, nə baş verir? Əşya cisim və hadisələrə müxtəlif nöqteyi nəzərdən baxılması. Hansı üsuldur ki, deyirik ki, interaktiv qeyd etmə, səmərəli mütaliə, şagird dərsində öyrənmiş olur, yəni mətni, materialı. Deyir, həm də burada deyirik ki, işarələr sistemi də adlandıra bilərik bu üsulu. Insert metodu. Insert metodudur. Daha sonra hansı iş üsuludur ki, deyirəm burada söz analizi aparmaq var, sözü kateqoriyalara bölmək. Frayr modeli necə aparılır, danışaq? Frayr modelində də bir kağızın üzərində hər hansı bir söz və yaxud da konsepsiyanın yazılır. Daha sonra ona aid onun vacib xüsusiyyətləri, onun tərifi, nümunə və qeyri-nümunə göstərilir. Bəli. Düşün, cütləş, bölüş, paylaş. Düşün, cütləş, bölüş, paylaş. Bu da bütün iş formaları ilə keçirilir. İntrovert, ekstravert şəxsiyyətə həm də ki, yəni bütün introvert, ekstravert şəxsiyyət növlərinə uyğundur, intellekt növlərinə uyğundur. Sonra burada da əməkdaşlıq etmək, ünsiyyət qurmaq kimi bacarıqlar inkişaf etmiş olur. Kimi bacarıqlar inkişaf edir. Birinci şagirdlər fərdi şəkildə düşünür, sonra cütlər şəklində bölüş, paylaş üsulundan istifadə edilmiş olur. Daha sonra nə qaldı? Akvariumu dedik. Akvariumda da elə bir ki, iki qrupa bölünürlər. Xarici qrup, bir də daxili qrup. Xarici qrupun nümayəndələri daxildəki qrupu müşahidə edir. Onların bir-birindən öyrənib öyrənmədiklərinə və kimi müşahidə edir. Sonra onlar təkrar birləşirlər və birlikdə nəticəyə gəlirlər. Burada da yoldaş qiymətləndirilməsi, müzakirə bacarığı, dinləmə mədəniyyəti formalaşır. Bəli, deyir ki, daxili dairə olur, xarici dairə olur. Daxili dairədəki uşaqlar bir-birləri ilə müzakirə apararkən, xaricdə dairədəkilər dinləyir onları, izləyir. Daha sonra dəyərləndirmə aparmış olur. Hansı üsul idi ki, əvvəlki üsullardan deyirəm, düşünməni optimallaşdırır, 45 dəqiqəyə bitməyə də bilər? BİBÜ. Hansı üsul idi ki, deyirəm, iki üsuldan söhbət gedir, refleksiya üsuludur? 3-2-1 BİBÜ. Əlat. Hansı üsul idi ki, deyirik ki, bu üsula əsasən həm sual verən şagird, həm də sualı cavablandıran şagirdə müəllim mövzu ilə əlaqədar, məsəl üçün, nə qədər biliyə sahib olduğunu müəyyənləşdirə bilir? Sokrat dialoqu. Bax, hansı olacaq? Deyir ki, mövzu ilə, hər hansı bir mövzu ilə əlaqədar müəllim sual verən şagirdi, həm də cavablandıran şagirdin nə qədər biliyə sahib olduğunu müəyyənləşdirə bilir. Məsələn, bax, necə deyə bilərik? Mən deyirəm ki, hər hansı, bax, işin gedişatı da belədir. Şagirdin alnına və yaxud da ki, kürəyinə. Mən kiməm üsulu? Bax, bunu yadda saxlayın. Əgər orada situasiyada falan qeyd olunarsa ki, mövzu ilə qədər müəllim həm cavab verən şagirdin, həm də sualı verən şagirdin biliyini müəyyənləşdirə bilir. Bu mənim kimimdir. Çünki müəllim həmin mövzu haqqında, deyək, hər hansı bir rəssam haqqında, hər hansı bir həkim haqqında, nə bilim, alim haqqında məlumatı var. Həmin o sual verən şagirdin də düz deməsini bilir, həmin o cavab verəni də. Daha sonra nə qaldı? Soruşmadığımız digər üsullardan bir neçə dənəsini də soruşun. Problemin optimal həll yolu hansı üsuldaydı? Optimal həll yolu BİBÜ-də. Problemin sinektikada.
Problemin səmərəli həll yolu desəm? Qərarlar ağacı. Evet. Deduktiv mühakimə hansı üsuldadır? Klaster. İnduktiv? Anlayışın çıxarılması. Fikrin qısa lakonik ifadəsi? Sinkvin klaster. Belə çox sağ olun Aytac müəllim. Sağ olun mənim. Amma bu zəhmət olmasa, Axşamınız xeyir mənim. hər vaxtınız xeyir olsun. Yalma müəllimə, qızıl dairə haqqında danışaq. Mənim qızıl dairədə elə bir ki, problem həll etmə, dinləyib anlama olur. Ünsiyyət texnikası deyil. Səs lazım. Aha. Ünsiyyət texnikası da sonra layihə hazırlanmasında da istifadə olunur. Belə deyək də, ideyalarınızı qruplaşdırmaqda istifadə olunur əsasən. Hansı bacarıqlar formalaşa bilər qızıl dairə üsulunda şagirdlərdə? Məntiqi təfəkkür, tənqidi təfəkkür, dinləyib anlama, oxuyub anlama, fikri müəyyənləşdirmə. Hansı üsuldur ki, deyirəm ki, bu üsulun məqsədi hər hansısa bir problemi həll etmək deyil, sadəcə olaraq deyək ki, şagirdləri müzakirəyə cəlb etməkdən söhbət gedir. Sokrat dialoqudur. Hansı üsuldur ki, deyirəm ki, həm sual verən şagirdin, həm də cavablandıran şagird haqqında müəllim nə qədər biliyə malik olduqlarını müəyyənləşdirə bilir? Freyer modeli. Bax, az öncə dedim. Aytac müəlliməyə. Həm sual verəm, həm də. Bu mövzu ilə əlaqədar hansı biliyə malik olduğunu müəllim müəyyənləşdirə bilir. Açar məqamı budur. Bunda 4 kahar. Mən kiməmiz? Qeyd edin özü. Hansı üsuldur ki, söz analizi aparmaq üçün istifadə olunur? Söz analizi Freyer modelidir. Nə olurdu Freyer modelinin texnikası? Burada mən elə bil kateqoriyalar olurdu da, hər hansı nəyinsə tutaq ki, tərifini vermək, vacib xüsusiyyətlərini sadalamaq, nümunələr göstərmək və ya qeyri-nümunələr göstərmək, yəni kateqoriyalarla olur. Aha. Daha sonra hansı üsul idi? Deyirəm, interaktiv qeyd etmə, səmərəli mütailə, şagird mövzunu dərsin gedişatında öyrənir, işarələr sistemində deyə bilərik bunu? Insert metodudur. Insert metodundan söhbət gedir. Daha sonra hansı üsul idi? Deyirəm, bir neçə mərhələdə keçirilə bilər. Bütün iş formalarla keçirilmək olar. Düşüncütləş, paylaş, bölüş, o da qar topu texnikası. Bəli, qar topu texnikası. Ünsiyyət texnikası hansı oldu? Ünsiyyət texnikası neydi? Qızıl dairə. Müzakirə texnikası hansı oldu? Müzakirə neydi? Müzakirə Deyirik ki, əsas məqsəd şagirdləri müzakirəyə cəlb etməkdir. Problemin həlli. Sokrat. Hansı üsuldur ki, deyirik ki, kriminologiyanın, daha sonra jurnalistikada da istifadə edilə bilər və bu dünyada Kipling modeli kimi də tanınır. Bir kahar. Kipling modeli. Suallar texnikası hansı olacaq? 4-1 kahar. 4-1 KH-dan söhbət gedir. Daha sonra deməli, akvarium üsulu necə keçirilir? Mən burada da elə bil, necə deyim, qrup şəklində keçirilir. Qruplara, 2 qrupa bölünür də, böyük qrupu olur, nisbətən kiçik qrupu olur. Burada elə bir xarici müşahidə qrupu, bir də daxili müzakirə qrupu. Xarici daxilini müzakirəsini dinləyir, qeydlər aparır. Sonra da hər iki qrup yığılırlar və refleks edirlər. Daha sonra nə qaldı soruşmadığım buradakı sorulardan qalmadı. Demək ki, necə? Buradakılardan bilmirəm, məncə yox qalmadı. Buradakılardan qalmadı. İşte digər üsullar. Hansı üsul idi? Deyirəm, ümumiləşdirmə aparma, məsələyə hər tərəfli yanaşma. Ümumiləşdirmə aparma, məsələyə hər tərəfli neydi? Bunun kubuydu. Bunun kubuydu. Daha sonra hansı üsuldur ki, deyirəm ki, bu üsulda 2 dənə üsuldan söhbət gedir ki, yoldaş qiymətləndirməsi var.
Karusel bir də akvaryum. Var. İri həcmli mətnlərin qısa zamanda öyrənilməsinə xidmət edir. Doğma qrup anlayışı var. Zigzag. Zigzag usuludur. Şəxsi konseptual anlayışı yoxlayır. Geniş spektrli sualların verilməsi üçün istifadə olunur. Müzakirə xaritəsi. Xəritəsi. Hansı üsulda burada argumentlərlə iş var? Debat. Debat. Hansı üsulda problemin səmərəli həll yolu var? Sinektika. Yox, səmərəli həll yolu. Yox, bir böydü. Bax, səmərəli həll yolu var. Deyirik ki, hər hansı bir necə? Qarışdırdım. Problem həll olarkən hər hansı bir problem müəyyənləşdirilir. Şagirdlər yollar təklif edir. Yolların içərisində Qərarlar ağacı. səmərəli həll yolu deyirsə, çünki səmərəli qərar qəbul olunur. Mən bu qərarı qəbul edirəm, onun mənfi tərəfi budur, müsbət tərəfi budur. Hansı üsuldur ki, deyirəm ki, burada real həyatı, yəni daşıyır, situasiya daşıyır, mövzu real həyatdan götürülməlidir. İnsident üzərində iş. Hansı iş usuludur ki, deyirəm bu iş usuluna görə adı müxtəlif cinsli elementlərin birləşməsi deməkdir. İki qrup olur, bir qrup problemi müəyyənləşdirir, digər qrup həll yolları təklif edir və onların içərisindən problemi müəyyən edən, yəni qrupun edən, yəni o qrup yolu seçir, əsaslandırır, yəni hansını götürür, əsaslandırır. Sinektikaydı. Bax, bu da sinektikadır. Həm də burada analogiya var. Hansı üsuldur ki, deyirəm ki, bir neçə xüsusiyyət arasında əlaqə qurulub bir sözlə ifadə olunur? Anlayışın çıxarılması. Əla. Spesifikinin qısa lakonik ifadəsi hansındaydı? Klasterdaydı. Bəli, burada da klasterdən söhbət gedir. Belə, çox sağ olun. Siz də sağ olun. Daha sonra Adilə müəllimə buyurun. Adilə müəllimə buyurun. Salam, axşamınız xeyir olsun müəllimə. Hər vaxtın xeyir olsun Adilə. Müəllimə, mən bugün mühtəzirlik hesab edeyim, müəllimə dinləyəcəyəm. Yaxşı. Səbinə müəllimə, siz buyurun, zəhmət olmasa. Mən də yaxşı oxumamışam. Bir yoxdur, sual cavab edəkdə əvvəlkilər. Oxusamda çox belə qarışdırdım, heç başa düşmədim. Necə? Oxusamda çox qarışdırdım, başa düşmədim ki, orada söhbət nədən gedir, hansı nədir? Ünsiyyət texnikası hansıydı? Qızıl dairə idi. Suallar texnikası bəs? Suallar texnikası, onu bilmirəm. Bax, suallar texnikası deyirik, bu dünyada Kipling modeli kimi tanınır, kriminallık. Bir karmaş idi. Bəli, bax, özünüz üçün qeyd götürün. Suallar texnikası adlanacaq 4-1KH. Müzakirə texnikası bəs? O Sokrat diyalogu idi. Bu da Sokrat diyalogundan söhbət gedir. Hansı üsulda deyirəm, bir neçə mərhələdən ibarət keçirilir, bütün iş formaları ilə keçirilə bilər? İnsert idi. Bütün iş formaları, bax, bir neçə mərhələdən ibarət Qar topu. Hansı iş usuludur ki, deyirəm ki, interaktiv qeyd etmə səmərəli mütaliə üsuludur. Şagird dərsi, yəni mətni dərsin gedişatında öyrənir. Bilmirəm. Buna işarələr sistemi də deyə bilərik. İşarələr sistemi insert idi. Insert. Söz analizi aparmaq, söz ehtiyatı yaratmaq. Sokrat diyalogu deyil, yoxsa? Söz analizi aparmaq. Bax, kvadrat formada mərkəzdə hər hansı bir söz Prayer modeli. Bəli, bax, Prayer modelindən söhbət gedir. Hansı üsul idi ki, deyirəm ki, müəllim sual verən, həm də cavablandıran şagirdə mənçiməm. Hansı üsuldur ki, deyirəm, bu üsula görə əsas məqsəd hər hansısa bir problemi həll etməkdir, şagirdləri müzakirəyə cəlb etməkdir aktiv şəkildə. Müzakirəyə cəlb etmək. Bu günlərlə davam edər, sualdan cavab verilir, Sokrat diyalogu idi, orada bir var idi. Bəli, hansı üsuldur ki, deyirəm, daxili hansı üsul idi, deyirəm, daxili və xarici dairələrdən ibarət olur? O akvaryumdur.
Aha, bu akvariumdur. Akvarium hansı üsuldaydı ki, yoldaş qiymətləndirməsi var idi? Karjisel akvaryumuydu da. Aha, bəli. Məsələyə hərtərəfli yanaşma, ümumiləşdirmə aparma məsələyə hərtərəfli yanaşma hansı üsuldadır? Dialektika. Yox. Bax, məsələyə hərtərəfli yanaşma var burada. Think beyniydi. Dialektikası. Bunun kubudur. Bax, bunu da özünüz üçün qeyd edin. Mən hansı məqamlar imtahanda soruşulur, onları sizdən soruşuram. Daha sonra, hansı üsuldur ki, deyirəm ki, bu üsula görə problemin optimal həll yolu var? Problemin optimal həlli sinektika-dır. Düşünmənin optimallaşdırılması isə bibudur. Bəs problemin səmərəli həll yolu desəm? Problemin qərarlar alıcıdır o. Bəli, əlaçı qərarları. Şəxsi konseptual anlayış hansı üsuldadır? Müzakirə xəritəsidir. Müzakirə xəritəsidir. Hansı üsuldur ki, deyirik, fikrin qısa lakonik ifadəsi var? Fikrin qısa lakonik ifadəsi. Yadımdan çıxdı. Deyirik ki, bir var, mətin üzərində fikrimizi qısa lakonik ifadə edirik. Bir də var ki, mövzu ilə əlaqədar. Yox, proqnozlaşdırma şeydir. Mövzu ilə əlaqədar, məsələn, şəxs, bu mərkəzdə bir anlayış yazılır. Onunla əlaqədar olaraq fikirlərimizi qısa lakonik şəkildə ifadə edirik. Bilmədim, yadımdan çıxdı. Klaster. Bəli, klaster, bir də sinkvist deyə bilərik. Mətni oxuyuruq, mətndə olan fikirləri qısa ifadə etməyə iş oluruq. Daha sonra hansı üsuldur ki, böyük həcmli mətnlərin qısa zamanda öyrənilir? Bəli, burada da zigzag üsulundan söhbət gedir. Belə çox sağ olun, Səbinə müəllimə. Siz də sağ olun. Esmira müəllimə, buyurun. Sağ olun, müəllimə. Canınız xeyir olsun, Esmira müəllimə. Qızıl dairə haqqında danışaq. Demək, qızıl dairə müəllimə 3N-dir. Nə, niyə, necə? Burada dinləyib anlama, oxuyub anlamadır. Bir də müzakirə texnikasıdır. Deməli, dinləyib anlama, oxuyub anlama, müzakirə texnikasından söhbət gedir. Müzakirə texnikası Sokratdadır. Bu hansı texnikadır? Onda qızıl dairədə hansıdır? Ünsiyyət texnikası. Bəli, ünsiyyət texnikası da adlandıra bilirik bunu. Müzakirə texnikası hansındadır dedik? Sokratda. Bəs suallar texnikası deyilsən? Suallar texnikası Kipling 4N 1K-H. 4-dən 1K-H necə aparılır? Demək, niyə, necə, nə vaxt, kim, harada suallarına verilir. Bəli. Dünyada necə tanınır? Kriminologiyada, jurnalistikada, yəni sual texnikası kimi. Bəli, Kipling modeli kimi də tanına bilir. Biz bunu kriminologiyalarda və yaxud da ki, jurnalistikada da istifadə edə bilirik. Hansı üsuldur ki, deyirəm, müəllim həmin üsul barədə, daha doğrusu həmin mövzu barədə şagirdlərin, həm sual verən şagirdin, həm də cavablandıran şagirdin mövcud bilikləri haqqında biliklərini müəyyənləşdirə bilir, məlumat əldə edə bilir. Mən kiməm? Bəli. Hansı üsuldur ki, deyirəm, məqsəd hansı bir problemi həll etmək deyil, şagirdləri müzakirəyə cəlb etməkdir? Sokrat dialogu. Daha sonra. Hansı üsuldur ki, deyirəm, söz analizi aparmaq? Söz analizi aparmaq, Freyer. Necə aparılırdı texnikanı deyək? Demək, mənimlə bir cədvəl çəkilirdi, ortaya söz yazılırdı və orada tərifi, məsələn, sinonimi, antonimi, bir də nə idi? Cümlə qurmaq ona aid. Bəli, deməli, deyirdi ki, mərkəzdə hansı bir anlayış yazılır, ona aid tərif, qayda, xüsusiyyətlər, nümunələr qeyd olunur. Aid deyil, onlardı, yəni qeyd olunurdu. Sonra, hansı üsuldur ki,
Deyirəm ki, bu üsula görə səmərəli mütaliə, interaktiv qeyd etmə, işarələr sistemi də adlandıra bilirik bunu. Şagird deyir, dərsin geçir. Insert metodu söhbət gedir. Daha sonra akvarium haqqında danışın. Akvariumda məndə iki qrup olur. Daxili qrup, xarici qrup. Demək, daxili qrup müzakirə eləyir. Xarici qrup qulaq asır kənardan. Sonra onlar yerlərini dəyişirlər də. Yəni, həll yollarına baxırlar, müzakirə eləyirlər belə. Problemin səmərəli həll yolu hansıdır? Problemin səmərəli həll yolu... Mən bu problemi bu yolla həll edirəm. Bunun mənfi cəhəti budur, müsbət cəhəti budur. Qərarlar ağacı. Hansı üsuldur ki, deyirəm ki, şəxsi konseptual anlayışı yoxlayır, geniş spektrli sualların verilməsində də istifadə edilə bilər? O da sualla bağlı deyil, məncə ilə. Məndən geniş spektrli... Deyir ki, müəllim yazı lövhəsində şagirdlərin adlarını yazır. Hansı şagird daha çox sual cavabda iştirak edir, onu müəyyənləşdirir. Deyirəm, opsiyon deyirsiniz. Müzakirə xəritəsindən söhbət gedir. Müzakirə xəritəsi. Üsuldur ki, deyirik ki, bu üsula görə iri həcmli mətnlər qısa zamanda öyrənilir. Big-Bag-da. Hansı üsuldur? Deyirəm ki, cisim və hadisələrin adları sadalanır, son söyləyən qalib olur. Bu da aksiyondur. Bu da aksiyon üsulundan söhbət gedir. Hansı üsulda ümumiləşdirmə planı məsələyə hər tərəfli yanaşma? Ümumiləşdirmə, hər tərəfli yanaşma, Bulum kubundan söhbət gedir. Belə, daha sonra hansı üsulda fikrin qısa lakonik ifadəsi var? Fikrin qısa lakonikcədə, klasterdədir. Elə bir mətni oxuyub lakonik çatdıranda səfərəmsədə sinkveyindədir. Sinkveyindədir. Daha sonra hansı üsuldur ki, deyirəm bu üsula görə hadisələrin oxşar və fərqli cəhətləri müəyyənləşir? Oxşar və fərqli cəhətlər oluna bilər? Venn diaqram. Venn diaqram. Hansı üsuldur? Burada deduktiv mühakimə var? Deduktiv mühakimə klasterdə. Bəs induktiv? İnduktiv anlayışın çıxarılmasında. Anlayışın çıxarılmasından söhbət gedir. Belə, çox sağ olun, Esmira müəllimə. Sizə sağ olun. Deməli, kim qaldı? Aytən müəllimə, buyurun. Müəllim olar, mən qulaq asım. Çünki mən qapı qarışdığında mən də oxumamışam. Yaxşı, indi sınaq işləyərək görək sınaq necə işləyəcəksiniz. Məmə mənə buyurun. Yaxşı. Müəllimə, üzrlü səbəbdən mən də oxumamışam. Dinləyici kimi istəyərəm qulaqsın. Sizlə davam edək, sonra sınağımıza keçək. Deməli ki, mənim hansı üsul idi ki, deyirəm ki, bu üsula görə səmərəli mütaliə üsuludur, şagird mövzunu dərsin gedişatında öyrənir, buna biz işarələr sistemi də deyə bilərik. Insert. Bəli, insertdən söhbət gedir. Hansı üsuldur ki, deyirəm ki, bu üsul əsas məqsəd hər hansısa bir problemi həll etmək deyil, sadəcə olaraq şagirdləri aktiv şəkildə dərsə cəlb etmək. Ondan əlavə olaraq həm də müzakirəyə cəlb etməkdir. Onda belə çıxır ki, bu Sokrat. Bəli, Sokrat dialoqundan söhbət gedir. Hansı üsuldur? Ünsiyyət texnikası adlandırırıq biz bu üsulu? Ünsiyyətdirsə, bu qızıl qaydadır. Qızıl dairə. Bir də layihələrin hazırlanırdı, bu üslubdur. Bəs deməli, suallar texnikası hansıydı? Suallar texnikası idi. Nəsə, o biraz mənə qəliz gəlir. Nəsə, 4N belə bir şey idi.
Əlaçı. 4-dən 1 KH belədir ki, burada 4 dənə N hərfi ilə başlayan sual, bir dənə də K, bir dənə də H hərfi ilə başlayan suallar verilir. Bir şagird məsəl üçün, hər hansı bir mətni oxuyub, mətnin üzərində, məsələn, bu hadisə nə zaman baş verib, harada baş verib, kim eləyib, bu kimi suallara cavab tapa bilərlər. Bir də var ki, nə hazırlayırlar, hər hansı bir nəyisə hazırlayarkən də hazırlayıram, nə vaxt istifadə olunacaq, kim istifadə edəcək, harada edəcək, bu kimi suallara cavab tapmış olurlar. Daha sonra hansı üsuldur ki, deyirəm, burada söz analizi aparmaq, söz assosiasiyası yaratmaq, ehtiyatı yaratmaq var. Söz assosiasiyası. Bax, bir kvadrat formalı olur. Müəllim şagird, həmin kvadrat formalı içinə şagirdlərdən soruşur. Şagird məsələn, həmin mövzu ilə əlaqədar bir dənə qaydanı yazır. Yəni, məsələn, isim nəyə deyilir? Şagird isim nəyə dediyin deyilir, yazır. İsmi hansı hərəkətlər var? Məsələn, hallanır, cəmlənir, mənsubiyyətə görə dəyişir. İsmi nəyə deyilir? Nümunə yazır. Frayer modelindən söhbət gedirdim. Daha sonra hansı üsuldur ki, deyirəm ki, bütün iş formaları ilə aparıla bilir, bir neçə mərhələdən ibarət keçirilir? Yaş bölüş paylaş da bunun içərisində yer ala bilər. 8 nəfər olana qədər bu proses davam edir. Bütün siniflə iş aparılır, hə? Qartopu. Qartopu, hə, qartopu. Qartopu texnikasından söhbət gedir. Daha sonra hansı üsuldur ki, keçən digər üsullara deyir, iri həcmli mətnlərin qısa zamanda öyrənilməsinə xidmət edir. Yəni, bu bacarıqları yoxlayır, ümumiyyətlə, dinləyib anlamadı, oxuyub anlamadı. Doğma qrup anlayışı var. Bir də onda nə deyim görüm, bu lap birinci dəfə keçdiyizdir, yoxsa ondan sonrakılar? Yox, sonradan keçmişik bu iş. Hə. Orada mənimə bir dənə yadımda qalan odur ki, o yağış yağır, taksici olur, bir dənə o yadımda qaldı. Əşya və hadisələrə Bu üsulun adı zigzag üsuluydu. Belə. Sonra bilirəm, yadımda qeyd aparmışam özümdə yoldaş qiymətləndirməsi karusel və akvaryumdur. Diagnostikdə, BİBÖ-də, bir də klasterdə aparmaq olar. Belə qeydiyyatlarımı yazmışam. Lap yaxşı. Belə keçək istəyirsiniz testimizi işləyən. Sual cavab etmədiyim müəllim qaldı. Bir neçə müəllim şəxsdə yazmışdı ki, mən gələndə cavab edərsiniz. Nəticəsini anlaşdırmanın, ondan sonra da bir-iki xırda mövzu var, onları saxlayacağım. Qiymətləndirməni keçəcəm, nəzəriyyələri, onları da arada bir dərsə salıb, əlavə dərsə keçəcəm onları da sizə. 40 dənədir müəllimlər. Sınavdır. Bunu mən bir 20 dənəsini burada işlədəcəm sizə. Tez-tez işləsəz, lap 40-ında işləyərik. İndi oxuyun özünüz yavaş-yavaş. Oxuyun, mən deyim. Məsəl üçün, adınıza keçəndə oxuyarsınız. Baxarıyam müəllimə. Mən burada elə A variantı səhvdir də, deyir, şagirdlər daxildən xarici dairəni izləyir, amma xarici dairə daxildəkini izləyir də. Burada üzr istəyirəm, D variantında da elə bil, yəni iki cavab yanlışdır, səhv eləmirəmsə bir dənə da baxardınız. Burada düzdür də deyir ki, bu üsul əsas şagirdlərə daxildən xarici dairəni izləyir və qeyd götürür. Amma orada yazılmışdı ki, xarici dairə daxil. Bir də daxil və xarici dairə. Bunu düzəldərəm, burada söz səhv gedib. Daxili ilə xaricinin yeri səhv gedib, bəli.
Aslında D variantı. Anda D variantı Dəyişmir deyir, səhvdir, dəyişir. Bəli, dəyişir. sözün yeri səhv gedib. Xarici daxildəkiləri izləyir, qeyd götürür. Müsahibə müəllimə salamlayacağız. Sağ olun, yaxşı olsun. Siz ümumiyyətlə dəstələrə qoşulmayacaqsınız, yoxsa necə? Niyə?